Yenidən hər birinizi salamlayıram. Bu videoda mən sizə user modeli yaratmağı göstərəcəm. Daha sonra ilk endpointimizi user create endpointini yazıb göstərəcəm. Deməli, burada bir dənə user folderi yaradıram. Ya da gəlin out deyək buna. Belə bir folder yaratdım. Bunun içərisində models.python faylim olsun. Bunun içərisində object relational mapping modelimi yaradacağam. Deyirəm class user, bura 3 nöqtə yazıram, hələ ki belə qalsın. Sonra bu modeli nə etməliyəm? Database-də görmək üçün gəlib burada index.python-da baxın, to-do modelsini necə ki yazmışdım. Onun kimi burada out.models-i də qeyd etməliyəm ki, databazaya düşsün. Bunu yazandan sonra gəlib burada out'un içərisində bir də routers.python faylı yaradıram. Burada da routerları, endpointləri yazacağam. Buranı bağlayıram hələ ki. Models.python-a gəlirəm. Burada user modelimi yaradıram. Deyirəm ID-si olmalıdır. Bərabərdir. Gəlib deyirəm from Tordas'dan import ilə fields-i və bir də mənə lazımdır from Tordas.models-dan import edirəm modeli və burada da user bu modeldən miras almalıdır. Daha sonra deyirəm ID bərabərdir fields.integer field və bu primary key olmalıdır. Userin nəyi ola bilər? User name'i bərabərdir fields.charField. Maksimum uzunluğu olsun bərabərdir 20. Daha sonra bir də bu unique olmalıdır, yəni bənzərsiz olmalıdır. Daha sonra bura gəlirəm, burada da email olacaq, bu da unique olacaq. Burada yazıram email. Bir də parol olmalıdır. Class meta nə işə baxır? Ya da yazıram, deyirəm class meta göstərəcəm nə işə yaradığını. Deyirəm table bərabərdir users olsun. İndi bunu yazandan sonra gəlib terminalı açıram. İndi gəlib proqramı çalışdırıram. Deyirəm python index.python. Database açıram. Baxın burada users gəldi. Bu users hardan gəldi? Baxın burada yazdığım table. Gəldi users burada table name olaraq və buna kliklədim. Baxın ID, username, email və password bura gəlmiş oldu. Gəlirəm burada routers.python-a. Burada deyirəm from fast API-dan import ilə API router-ı. Bu şəkildə yazdım. Daha sonra yazıram router bərabərdir API router və burada yazıram router nöqtə create eləmək üçün post metodundan istifadə edirdik. Create olarsa bu funksiya çalışacaq. Def create new user. Hələ ki heç bir parametr almasın, sadəcə bu funksiya çalışacaq. Deməli Tordas ORM ilə çalışırdımsa bu asinxron funksiya olmalıdır. Daha sonra bir də schema.python yaradıram. Və gəlib burada deyirəm ki class validate user. Bu da nə etməlidir? Base modeldən miras almalı. Deyirəm from pydantic import ilə base modeli. Və gəlib burada da yazıram base modeldən miras al. Daha sonra gəlib deyirəm bir user yaratmaq üçün bizə nə lazımdır? User name'i bu string olacaq, emaili bu da string olacaq, bir də password. Bu da təbii ki string olacaq. Daha sonra bu şemanı gəlib burada routers'da çağırıram. Deyirəm from out.şemalardan import ilə validate user. Və gəlib burada da deyirəm ki create user eləyəndə, yəni bizə data göndərəndə gəlib deyirəm data gələcək tipi validate user klassında olacaq və bu data gələcək əgər doğru olarsa o zaman mən return eləyirəm datanı. Baxaq görək geriyə nə qaytaracaq. Bir də bu modelsdən istifadə edəcəm create eləmək üçün. Deyirəm from out.modelsdən import edirəm user modelimi bu şəkildə. Və burada ID var, username, email var, password var, əla. Bir də əlavə bir şey yazmağa ehtiyac yoxdur hələ ki. Gəlin yoxlayaq görək bir dənə user yaratmaq olurmu? Deməli baxın burada docs hissəsinə, yəni Swagger hissəsinə girirəm. Endpoint'im burada görünmür. Niyə? Çünki burada router yazdıq biz, amma bunu import eləmədik, çağırmadıq. Index.python-a gəlirəm. Deyirəm ki from out.routers'dan import elə router-ı as out router kimi. Və burada da out router yazıram. Prefix-də nə olacaq? Out olsun da belə. URL-in sonuna out gələcək. Daha sonra da create gələndə bu funksiya çalışacaq. Gəlib burada refresh atıram. Aşağı gəlirəm. Baxın default olaraq gəldi və burada create new user yazdı. Kliklədim buna, try it out deyirəm.
Baxın, username, email, password istəyir. Məsələn, bunun birini göndərmirəm. Passwordu göndərmirəm. Execute edirəm. Baxın, xəta qaytarır. Gəlib burada passwordu göndərəcəm. Deyirəm username müşfiq, email müşfiq@gmail.com yazıram. Burada bir parol yazıram. Bu şəkildə execute edirəm. Baxın, bu şəkildə datamızı qaytarır. İndi gəlin bunu save etməyə çalışaq. Deyirəm ki, new user bərabərdir. User üzərindən parametrlərimi daxil edəcəm. Hətta gəlin belə yazaq. User.create yazıram. Mail bərabərdir data.email. Username bərabərdir data.username. Password bərabərdir data.password. Bu şəkildə datanı doldururam. Create eləyəcək. Gəlib burada refresh atıram və burada try it out deyirəm. Bura eyni datanı göndərib execute eləsəm, baxın, bu şəkildə bir dənə user yaradacaq və geriyə qaytaracaq. Gəldim database-ə, user-sə. Baxın, user gəldi, bura düşdü, amma parolum burada görünür. User create-i gördük, amma parolu şifrələməyi hələ görmədik. Bunu necə eləyə bilərik? Gəlirəm burada utils deyə bir folder yaratdım və bunun içərisində hashing.python faylı yaradıram. Burada da deyirəm ki, from passlib-dən, daha doğrusu passlib.context-dən import edirəm crypt konteksti və gəlib burada password, bunu da qısa yazaq, pvd context bərabərdir. Crypt kontekstdən istifadə edirəm. Şema olaraq burada bir list yazıram. İçərisinə argon 2 yazıram. Daha sonra deprecated bərabərdir auto yazıram. Bu şəkildə. Sonra burada bir class yazıram. Hash klası yazıram. İçərisində bir dənə statik metod olsun. Def encrypt yazıram funksiyamın adına. Yəni şifrələsin. Bu bir dənə raw password alacaq. Yəni şifrələnməmiş. Daha doğrusu, yəni emal olunmamış password, userdən gələn password gələcək və bunu şifrələyib geri qaytarmalıyam. Deyirəm return elə pvd.context üzərindən, daha doğrusu pvd context.hash-i çağırıram. Deməli, burada nə edirəm? Raw passwordu daxil edirəm. Deməli, bunu yazandan sonra gəldim bura. Baxın, burada password bərabərdir data.password yazmaq əvəzinə bu belə olmamalıdır. Gəlib deyirəm ki, userdə belə yaratmamalıyıq. Deyirəm ki, user bərabərdir. Daha doğrusu new user bərabərdir. User bu şəkildə başladıram. Deyirəm email bərabərdir data.email. Daha sonra username bərabərdir data.username. Amma parolu bu şəkildə yazmalıyıq. New user.set password və burada da data.passwordu göndərməliyəm. Bu şəkildə göndərməliyəm. Sonra await eləməliyəm. New user.save etməliyəm. Yəni biz bu şəkildə işlətməliyik. Yəni nə etdim? Parolu buradan yox, set password funksiyasından yazmalıyam. Amma bu set password yoxdur axı bizdə. Gəlin onu yazaq. Deyirəm ki, def set password self parametrini alır. Yəni hansı instance üzərindən çağırılır. Object oriented dərslərində izah eləmişəm və bir də parol alır. Raw password alır. String tipində və gəlib bu parolu burada mən şifrələməliyəm. Deyirəm ki, from utils.hashing-dən import elə hash-i bu şəkildə. Daha sonra gəlib burada yazıram ki, self.password bərabərdir. Hash funksiyasını, daha doğrusu hash klasının üzərindən encrypt funksiyamı çağırıram. Bu məndən bir dənə raw password istəyir. Mənə gələn raw passwordu bura daxil edirəm. Bu mənə bir cavab qaytarır və mən onu self.password-da təyin edirəm. Bu şəkildə. Bunu təyin etdikdən sonra qayıdıram routersa. İndi gəlib bunu yenidən çalışdıracağam. Deyirəm new user.set password çağırsam, baxın bu şəkildə funksiyam görünəcək, metodum görünəcək və bura data.passwordu daxil edəcəm. Daha sonra proqramın işini dayandırıram. CLS dedim, təmizləyirəm buranı. Burada database-i silirəm. Database-i sildim. Buranı da bağlayıram. Buranı da bağlayıram. Hamısını bağlayıram. Sadəcə bu qalsın. Deməli, indi gəlib Python index.python-ı çalışdıracağam. Database faylim gəldi. Burada gəlib refresh atıram. Baxın, burada out create-ə gəldim. Buradan try it out vururam. Və burada gəlib bir dənə user yaradıram. müşfiq@gmail.com və burada bir parol yazıram. Execute edirəm. Görək nə alındı. Baxın, bu şəkildə. Username müşfiq, email bu şəkildə gəldi. ID-si 1, password da bu şəkildə belə bir şifrə qaytardı. Yəni mən bir useri create eləyə bildim. Yəni şifrəni
Buradan parolumuzu şifrələdik, həşlədik, database-də saxladıq. Əla. Ümid edirəm ki, mən bu videoda sizə nə isə izah edə bildim. Bu video bu qədər olsun. Növbəti videoda sizi gözləyirəm. Kanala dəstək olmağı unutmasanız sevinərəm.